Salam əziz tamaşaçılar. Bu günləri yanımda həmişə kimi dəyişilməz həmkarım Ceyhun Kərimov və mən sadə xalqın sadə dizayneri Məhəmməd Ağacamalov sizlərləyik. Bugünkü verilişimizin qonağı Novruz Rüstəmovdur. Buyurun Novruz bəy, sizi biraz tanıyaq. Xoş gördük hər ikinizi Ceyhun, Məhəmməd. Ceyhunu mən uzun illərdir tanıyıram. Birgə çox işlərimiz də olub. Sizi ilk dəfə olaraq burada tanıdıq və düşünürəm ki, tanışlığımız xoş məcra davam edəcək. Çox məni sıxmayacaqsınız bugün. Əslində elə bir ki, mən danışmıram. Bundan sonra blok atırım. Birinci mən səndən sonra mən keçməliydim. Kəsmin, eyb yoxdur, bunu da paylaşarım. Çünki sizin format biraz provokativ formatdır deyə. Birazdan bombardmanlar olacaqdır. Düşünürdüm ki, yəni necə edim ki, buradan sağ çıxım, məncə indi görürəm. Novruz, xoş gəlibsən. Düzdür, biz çoxdan bir yerdə çalışmışıq, əməkdaşlığımız çox olub, bir yerdə də işləmişik və s. Bir çox layihələrin rəhbəri kimi mən Novruzu tanıyıram. Bilənlər, bilməyənlər də bilsin. Normalda bir 100-dən yuxarı bir layihənin rəhbəridir. Həmçinin bir çox markalar vardı orada. Markaların adını çəkməyəcəm, çünki reklam istəmirəm olsun. Amma reklam da ola bilər əslində. Belə deyim də, Mamedov kimi vodkadır, Yakırdır və s. kimi özünü tanıyan bir çox markaların imzasını atmış bir şəxsdir. Və indiyənə qədər tanıdığım güclü layihə rəhbərlərindən biridir. Dırnaq arası layihə rəhbərlərindən yox, hansı ki mən bir çox layihə rəhbərlərindən çalışmışam, hansı ki belə deyim də, mavzəleydə qoyub sadəcə popcorn sata biləcək adı şəxslər olublar və bugünkü gündə də bir çox qapılarda üzlərinə bağlıdır, yəni bildiyi 5 qramlıq bir şeylər yoxdur. Amma Novruzla çalışdığım dövrdə bir çox nüansları öyrəndim. Düzün desəm, o çapın bəzi detalları var idi və yaxud da istehsalat zamanı bu birinci mərhələlər dizayndır, okey, tamam. Sonra çapdır, onu da bildik. Amma artıq istehsalatda bu proses necə gedir, biz onu artıq Novruzla bir çox şey öyrəndim və çox sağ ol bunun üçün və bugünkü gündə də qonağımızdır. Əslində bizi narahat edən bir çox suallarımız var. Ümumiyyətlə, dizayner sözündə açıqlaması çoxdur qrafik dizaynerdə. Yəni, bu bir çox sahəyə məxsusdur da, belə deyək. Amma burada bir dənə nüans var. Sırf, belə deyim də, art direktor kimi, kreativ direktor kimi bir dizayner, hansı ki bu prosesləri gəlib çatıb, juniordan seniora, seniordan arta və sonunda kreativ direktor kimi fəaliyyətini göstərir və bir çox layihələrə imza atır. Və birdən gəlir bir dənə layihə rəhbəri, Novruz bəy kimi, və başlayır onunla layihəni çalışmağa. Layihəni çalışdığı zaman səncə kim üstün olmalıdır? Layihə rəhbərinin verdiyi brifi əsasındamı, yoxsa kreativ direktorun düşündüyü bir, belə deyim də, prosesdəmi? Bu hansı olmalıdır? İkinci məsələni də gətirim. Yəni, hörmətli izləyicilər, yəni hamınız istəyirəm biləsiniz ki, biz həmişə dediyim sözü yenə istifadə edəcəm. Biz ASTV-də çalışmırıq və istənilən sözlərimizdə hər hansısa bir səhvlər tutmağa çalışmayın. Çünki biz ən azından, yəni Məhəmmədlə mən qrafik dizaynerik. Sözdə səhv eləsəydə vizualda səhv eləmək. O heç, o zaten ola bilməz. Biraz burada pafos edək. Yəni, bəzən deyirlər ki, orada biraz daha çox ciddiyyətli falan. Yox, qardaşım, ciddiyyətli olmaq istəyirsənsə, kamera sənindir. İstədiyin zaman istədiyin ciddi videoları çəkə bilərsiniz. Bizdə o yoxdur. Çünki biz burada gənc bir atmosferdə olan gənclərlə izləyir bizi daha çox və onlar da çoxsu bilir ki, ASTV olmağa da ehtiyac yoxdur. Ona görə sən də rahat şəkildə danış. Yox, mən onu həmişə rahat adamam. Maşallah, deməli. Rahat adamam. Sadəcə olaraq girişi hardan başlayaq. Çox sağ ol mənə verdiyin dəyərə görə. Tərif, insan həm tərifləməlidir, həm tərif almağı bacarmalıdır mənə görə. Amma Mamedov, Yakır kimi layihələrin başlanğıcında mən olmamışam. Amma irəliləməsində sözsüz ki, mənim əməklərim olub, əməyim olub daha doğrusu. Səndən ağırlıq olaraq biz alkoqol məhsulları portfeli işləmişik, amma mənim peşəkar karyerimdə süd məhsulları da olub, biskvit, makaron, kalbasa məhsullarının təcrübəm var, az çox. Yəni, və tək məhsul yaratmaq yox, mənə görə marketinq prosesi tək məhsul yaratmaq yox, tək reklam çəkmək yox, tək packaging və yaxud da tək distribusiya, yəni bu deyil. Yəni bu savakuplis ruslar demişkən, yəni A'dan Z'yə ümumiyyətlə. Ümumi bir şeydir, A'dan Z'yə və
ideyadan rəfə qədər olan bir prosesdir də. Elə olur ki, ideya menecerdən gəlir bir çox hallarda. Elə ola bilər ki, sahibkarın da bir bildiyi olur, hansısa bir təşəbbüs ola bilər. Yəni menecerin məqsədi, menecerin öhdəliyi, məsuliyyəti bütün bu verilənləri, o insightları özün kənardan gələn, özünün hansı momentdə axtarıb tapdığı və ya kənardan kiminsə fikir olaraq söylədiyini ümumiləşdirib yekun hala gətirməkdir. Yəni menecer budur. Yəni layihə rəhbəri olsun, yaxşı menecer budur. Və hansısa bir məhsulun işlənilməsində ən vacib olan məqam bizə bu məhsul niyə lazımdır? Bir, satış problemini həll edəcək, istehsal problemini həll edəcək. Sadəcə olaraq portfeldə var olmaq üçündür. Yəni hansısa bir gövdə göstərişidir və yaxud da və s. və s. və s. Yəni ümumiyyətlə bu məhsul niyə lazımdır? Oradan başlamaq lazımdır. Və ondan sonra artıq müəyyən olandan sonra ki, məhsul niyə lazımdır və harda olacaq, necə olacaq, artıq bir brief formalaşır. Brief formalaşanda da dəqiqliklə həmin o menecer, həmin o layihə rəhbəri, sahibkar, sifarişçi fərqi yoxdur da. Yəni hamısı, yəni belə deyək də, dizayner icraçıdır, dizaynera hansısa bir sifariş verən var. Ya şirkət daxili bu adam sifarişi verir, ya şirkətdən kənar. O dizayner kreativ direktordursa? Kreativ direktor olsun, art direktor olsun, gətirəcəm sözümü oraya, tələsmə. Brief doğru düzgün formalaşmalıdır. Brief formalaşmayanda kommunikasiya problemi yaranır. Brief doğru düzgün formalaşır. Nə istəyirik, niyə istəyirik, hansı bazara istəyirik və s. və s. və s. Bütün dolğun məlumatlar yaradıcı tərəfə ötürülür. Kreativ direktor, kreativ dizayner, art direktor, packaging dizayner. Yəni mən klassifikasiya etmirəm. Yaradıcı tərəfə ötürülür. Yaradıcı tərəfdə bütün məlumatla tanış olur. Məlumatın dolğunluğuna əmin olandan sonra işə başlayır. Məlumatın hansısa yerində boşluq varsa, o boşluğu aradan qaldırmağa çalışır. Sifarişçi tərəfindən mənə suallarını verir, cavablarını alır. Tam şəkil aydın olandan sonra dizayner başlayır işə. Və yaradıcı tərəf işlədikcə həmin o tarix, belə deyək də, zaman kəsiyində onun sərbəstliyi olmalıdır mənə görə. Çünki mənim işim o icraat başlayana qədər olan hissədir. Mən hər şeyi düzgün təqdim etməliyəm ki, dizayner onu yarada bilsin. Amma burada indi bir məsələ də ola bilər. Dizayner dediyimiz adam, yaradıcı adam, axında olan insandır. Misal üçün, menecerlər biz də axında oluruq. Hansısa bir təqdimat yığanda, hansısa bir fikri dərinləşdirəndə. Axın deyəndə nə deyəsən? Axın da işitdim. Flow, axın, patok, yaradıcı axın deyək. Axın. Yox, indiki reallıqda biraz çətindir. Ona görə o şeylər, özümüzdə saqqalı var, biraz təhlükəlidir. Ona görə... Yeni şeyximiz. Ama güldürdün ha. Sözümün cavabı nədir? Yəni, axında olan insanlar üçün müəyyən bir fikri formalaşdırmaq önəmlidir. Yəni, fokuslanmaq həmin deyək də. Yəni, musiqinə fokuslanırsan, hansısa bir təbiətə gedirsən, kompüter açırsan və s. Bunun hamısının adı axındır, flowdur. Və brief formalaşandan sonra, istək, tələb formalaşandan sonra dizayner başlayır yaratmağa. Və o axında olan da, yəni yaratmağa başlayanda, misal üçün də 10-15 gün vaxt verilir. Ola bilər ki, dizayner 5 gün içində hansısa bir işlək bir həlli versin. Tamam. Ola bilər ki, dizayner yaradıcı tərəf 10 gün içində işlək həlli versin. Ola bilər ki, 13 gün içində versin. Sifarişçi tərəfin, menecer tərəfin öhdəliyi və məsuliyyəti odur ki, həmin o zaman kəsiyində, həmin o ötürdüyü o öhdəliyi deyək, məsuliyyəti dizaynerə onu kontrol eləsin. Eynən. Kontrol eləsin. Artıq kontrol etmək o deməkdir ki, bir insan əgər tam olaraq nəyi istədiyini dəqiq bilirsə, onun kontrolü yaradıcı tərəfi incitməyəcək. Əgər bilmirsə, əgər layihə rəhbəri... Gətirəm. Əgər bilmirsə, artıq yəni kommunikasiya pozuntusu əmələ gəlir. Və belə olan təqdirdə dizayner də, yəni yaradıcı tərəfdə yarada bilmir. Yəni bir növ elə bilir ki, sifarişçi tərəf, menecer, layihə rəhbəri ona güvənmir. Amma bir şey var. Hansısa bir mövzuda ekspert rəyi vermək üçün həmin o peşənin ən azı bir dərinliyinə sahib olmaq lazımdır və zəhmət çəkmək lazımdır, müəyyən bir saatları vermək lazımdır, düzdür?
verimli saatlardan söhbət gedir. Yəni 9-6 işə gedib gəlmək yox. Yəni həmin o saatlarda sən nə etmirsən, nə faydalı olmusan, belə deyək də. Və dizayner də məhz hansısa bir vizual həlli yaratmaqda peşəkardır. Tamam. Menecerin, layihə rəhbərinin və yaxud hansısa bir biznesmenin, sahibkarın baxış bucağı və həll etmə yanaşması dizaynerdən fərqlənir. Dizayner hansısa şeyi vizual olaraq görür və həll edir. Menecer, sahibkar, layihə rəhbəri tək vizual yox, onun vizual, satış, nə bilim, bu hər tərəfli çalışır, kompleks baxmağa çalışır. Və dizayner də yaxşı brief verən tərəflə kommunikasiyanı düz quranda ərsəyə gözəl işlər gəlir. Və dediyim kimi, kontrol məsələsi, yəni bir kimsə nə istədiyini dəqiq bilməyəndə, avtomatik olaraq dizayner həmin 15 gün ərzində nəsə yaradanda gedib önündə oturur. Bunu belə elə, bunu belə elə, bunu belə. Qardaş, sən əgər dəqiq bilirsənsə nə istəyirsən, ver. Sən dizayner deyilsən, mışqanı götürüb işləməyəcəksən, get başqa işlərlə məşğul ol. Qoy adam rahat həmin o kreativ şöbə, kreativ adam başlasın yaratmağa. Vaxt qoy. 3 gündən sonra səndən ilkin nümunəni görmək istəyirəm. Okeydir sənə. Adam deyəcək 3 gün yox, atıram, 4 günə verəcəm. Misal üçün. Verdi sənə. Baxdın, briefdən kənarlaşma var yoxsa yoxdur? Baxsan ki, kənarlaşma yoxdur. Amma müəyyən bir toxunuşlar var. Aha, o toxunuşlar sənə xoşuna gələ bilər. Deyə bilərsən ki, ay yaradıcı tərəf, ay kreativ direktor, ay art direktor, ay nəm dizayner. Brief başqaydı. Misal 70-80% sən burada briefi gözləmirsən, amma müəyyən bir toxunuşlar var. Bu mənim xoşuma gəlir. Gəl indi briefdən növbəti dəfə bunu nəzər al, bunu nəzər al, bunu nəzər al. Gör yeni bir şey ortaya çıxır yoxsa yox. Bu bir növ yaradıcı tərəfə də güvəni verəcək. Çünki dediyim kimi, həmin o axında... Hər yerdə də elə deyil axı. Axında olanda dizayner, axundda yox, axında. Flow, enerji flow, kreativ flow, nə isə ona flow. Axında olanda dizaynerin beyninə, yaradıcı tərəfin beyninə fərqli bir şeylər gələcək, hökmən gələcək. Çünki o axtarışdadır. O girəcək Pinterestə, o girəcək Google-a, o çöldə başlayacaq panolara baxmağa, o girəcək dükana, rəflərə baxmağa və s. və s. Onun bir plazdarım deyək də, bir münbit bir şərait formalaşmalıdır ki, o hansısa bir kreativ, vizual həlli verə bilsin. Belə olan təqdirdə də onun müəyyən bir öz əlavələrini etməsi məqbuldur. Yetər ki, öncədən müəyyən olunan o strateji yoldan kənarlaşma olmasın. Yəni, dolayısıyla, sən çox yaxşı bilirsən bu şeyləri, müxtəlif materiallar üzərində sən dizayn həlləri vermirsən. Şüşəsi olsun, kağızı olsun, bankası olsun, plastik olsun və s. Sən plastik üzərində verdiyin hansısa bir dizayn həllini kağız üzərində vermirsən axı. Çünki sən bilirsən ki, plastik üzərində, metal üzərində olan hansısa bir rəng palitrası kağızdakindən fərqlənir. Düzdürmü? Və sənin peşəkar olaraq borcundur ki, qarşı tərəfə bildirəsən bunu. O brief verir ha sənə. Deyir ki, mən bunu istəyirəm, buradan bu çıxsın, buradan bu çıxsın, buradan bu çıxsın, buradan bu çıxsın, tortu olsun, maşını olsun, üstündə bantı olsun, nə bir dənə söhbət var idi. Sən də deməlisən, bir dəqiqə saxla. Deyir, Axund dediysə, deyir, avazın yaxşıydı, oxuduğun Quran olsa. Ay sağ ol. İndi müəllim bir dənə... Üçüncü dəfədə dindən nəsə desə, özü hökmən nəsə olacaq. Qapını deyəcəklər. Siz tərəfdən məlumat yoxdur. Bax, gör nə deyirəm, hörmətli sahibkarlar. Bəxtdən danışır, sözünü kəsmək istəmədim. Niyə görə? Çünki həqiqəti deyir və istəyirəm ki, bəzi sahibkarlar, bütün bəzi müəssisələrdə də baxsa bu videoya bir aydınlıq gətirək. Savadlı kadrla işləyin. Savadı olmayan layihə rəhbərini gətirdiyin zaman o yalnız briefi atalar sözündən ibarət bir sözlər yazıb gətirəcək. Savadlı dizaynerlə çalışmadığınız zaman, savadlı dizayner də deyəndə nəyi nəzərdə tuturam, baxın. Hər sahənin öz dizayneri var. Yoldaşlar, bunu həmişə demişəm və yenə deyəcəm. Qablaşdırma dizayneri üzrə kimlənsə çalışırsınızsa, onun yerinə sadəcə qrafik dizayner olaraq, yəni belə deyim də, bir yeni kursu bitirən bir şəxsi və yaxud da belə həmən sahədə o qədər də aktivlik olmayan bir şəxsi gətirirlər və mən baxıram ki, sonra həmən effekti ala bilmirlər. Nə dizayner həmən effekti verə bilir, nə də layihə rəhbəri.
Burada əsas məsələ budur. Amma bilirsən nə? Həm də ki biz pis öyrəşdirmişik bir növ. Yəni deadline-ımız dünən olmağını öyrəşdirmişik. Məsələn, briefi özümüz yaratmağı öyrəşdirmişik. Bilirsən necə şey deyil, o da gəlir atır ki, hə, iş budur. Gör nə edirsən. Yəni ona öyrəşiblər də artıq. Özümüz bunu öyrəşdirmişik. Orada bilsən necədir? Yəni Bax, məncə budur. pis tərəfi də var, yaxşı tərəfi də var. Pis tərəfi nədir? O həqiqətdir. Pis tərəfi deyim də, bizdən sonraki gələn dizayner onu eləyə bilməyəcək, qalacaq kaş olacaq. Amma hər şey. məsəl üçün hər hansısa bir qablaşdırma ilə bağlı bir iş götürəndə dizayn etdiyim zaman mən rahat şəkildə bilirəm ki, bunu 3 gün ərzində edə biləcəm məsələn və yaxud da 5 günə lap ideal təqdimatla verə biləcəm. Amma bu yaxınlarda bir nəfərdən eşidirəm ki, dizayner götürmüşük. Deyirəm ki, qablaşdırmanın birini bitirmək saatda birini ver. Birini ver. Dedim, qardaşım, mən saatda birini verə bilmərəm. Bu adam səni necə saatda birini verir? Və dedim ki, yaxşı işləyir, yaxşı bilir. Niyə qınamıram o adamı? Çünki onun layihə rəhbərin özü elə, bəlkə dedim, stola vurmaq olmaz, yəni tıqqıl deyir. Onun layihə rəhbərin özü, yəni qapaqdır. Yəni açdın, tulladın. Yəni butulkanı saxlayırsan biraz içənə qədər, amma qapağı vızıldadırsan. Yəni onun kimidir. Problem bundadır. Yəni şirkətlər nə edir? Yəni mən rahat şəkildə öz fikrimi çatdırıram. Çünki bəzən deyirlər ki, Sən məndən də rahat adamsan. sən işinə təsir eləyə bilər. Çünki hər birimiz hər hansı bir müəssisədə çalışırıq. Amma yox, mən həmişə sözün düzünü deyəcəm və bu mənim üçün əsas prinsiplərimdən biridir. Bir çox şirkətlər savadlı kadrdan qorxurlar. Bir çox müdirlər savadlı kadrdan qorxurlar. Müdirləri, yəni savadlı kadrdan qorxur. Deyirsən, niyə qorxursan? Deyir, o mənim yerimə keçə bilər. Sən niyə qorxursan? Deyir, o artıq büdcəni yeyə bilər. Qardaşım, yaxşı, sən bu işi yaxşı pul xərcləməsən, bunun motivasiyası yəni budur da. Mən ən birinci bizim podkastımızda da onu dedim. Adama 500 manat ver və motivasiyada gəlir ki, biz ailəyik. Adam 500 manatlıq, yəni yol pulusu eləmir ha o. Yəni sən orada hansı motivasiya düşünürsən də, yəni adamın o kitab almağa, motivasiya haqqında kitab almağa pulu yoxdur. Və biz bundan başlayırıq. Elə fikirləş ki, elə şirkətlərimiz var ki, illik şirkətin ayırdığı marketinq büdcəsi var. Tutalım ki, 600 min. İlin sonunda 200 min qalırsa o büdcədən, onu xeyir kimi hesab edirlər. Amma keçən il bu 600-ü dibədib xərcləyən şirkət necə oldu ki, bu il marketinq 400 minlə yola verdi. Amma o problemlər də çoxdur. İndi məsəl üçün nə olacaq? Dala çönüb baxırsan ki, satış yarı faiz düşüb aşağı. Ya onlar uçurumdadır. Zaten o uçurumları bir çox şirkətlərdə görmüşəm. O adi haldır mənim üçün. Prosta bilsən nədir məsələn? Baxın, səncə Novruz marketinqin ümumi siyasətini aparan şəxs kim olmalıdır? Yaxşı sualdır. Amma satışı da nəzərə al. Bax da, beğenirəm. Şirkətdən şirkətə, sahibkardan sahibkara, menecerdən menecera, ümumiyyətlə insan olan vəziyyət, insan olan yerdə fərqlər mövcuddur və olacaq həmişə. Bizneslərin həcmi böyüdükcə avtomatik olaraq hansısa bir səviyyədə qərar vermək istəyən adam qərar verməkdə çətinlik çəkir. Çünki nəyə görə? Şirkət böyüdükcə bürokratiya artır. Misal üçün, orada da o vəziyyəti qınamaq hardasa doğru deyil. Nəyə görə qınamaq doğru deyil? Çünki sən atıram da şirkəti bir neçə halqa olaraq düşünək. Sən və yaradıcı şöbəndən hansısa bir menecer, yəni menecerin özündə belə var. Junior, middle, senior, director gəlir və s. və s. Birinci mavin, ikinci mavin. Sonuçta hamısı menecer. Yəni mən ümumi menecer adlanıram. Nəzarət kimidir bu? Mən ümumi menecer adlanıram, çünki CEO da menecerdir. Yəni menecer idarə etmək deməkdir. Və menecer sözünü bəzən bazarda kiçildirlər, tək marketinqdə yox. Baxsan ki, 800 manat, 700 manat, 500 manat maaş verir, yazır menecer. Valla məsələn daha çox qazanmaq olur. Nəsə menecer. Amma yəni onu tələb edən insan anlamalıdır ki, o 700-800 manatlıq insan menecer qərar verməlidir. Junior səviyyədə olan menecer müəyyən bir səviyyədə qərar verir, middle müəyyən səviyyədə, senior müəyyən səviyyədə, director da deməsək istiqamət verir. Və sən az maaş verib istəyirsən ki, o qərar versin. Birincisi o qərar verməyəcək, ikincisi onu qərar verməyə imkan verməyəcəksən.
700 manatlıq adama nətən qərar verə bilərsən? Milyonluq işlərdə 700 manatlıq nətən qərar verəsən? Sözümü ona gətirirəm də, elə sən dediyin məsələ. Yəni peşəkar adama aydın məsələdir. Bizdə dəfələrlə olur da, səndə də olub, məndə də olub, birgə görüşlərə də getmişik. Eynən. Baxırlar ki, tamam da gözəl danışırsınız. Tamam da danışmağımızda səbəb var. Danışmağımız səbəb bizim illərimizdir, bizim gördüyümüz hansısa bir iş vəziyyətində problemlərimizdir, onları həll etmişik və s. və ilaxır. Demək, bir bildiyimiz var ki, danışırıq. Eynən. Sən mənim danışdığımı boş ya dolu olduğunu təyin edə bilmirsənsə, problem səndədir. Başa düşən demək Bəlkə etmək istəmir, başa düşmək istəmir. O başqadır. Etmək istəmirsə, onda məni niyə danışdırır? Öz egosunu tətmin etmək üçün ki, məndən çox bilir, yoxsa az bilir. Misal üçün nə qədər. Sevirəm də elə olanda əzməyi də həmin adamlarda, yəni yerindəcə, yəni şirkət məsələsinə gələndə deyirəm, mən sözümün əvvəlində dedim də, təşəbbüs məsələsi. Hansısa bir layihədə, məndə də olub dəfələr, səninlə bir yerdə işlədim şirkətdə də, digər şirkətdə də, hansısa bir təşəbbüs səndən gələcək. Zaten sən menecersən və maaş alırsan ki, beynini işlədib təşəbbüs verəsən ki, biznes qabağa getsin. İstehsal xətti işləsin, şirkət satsın, marka tanınsın. Bu sənin məsuliyyətin, öhdəliyindir. Amma hansısa bir reallıq ola bilər ki, sən menecer olaraq, aşağı, orta səviyyən menecer olaraq və yaxud da senior səviyyən menecer olaraq o reallıqdan xəbərdar olmaya bilərsən. Və yuxarıdan, sahibkardan, təsisçidən hansısa bir fikir gələ bilər ki, ötürülə bilər ki, belə bir şey var, düşünün. Onun təşəbbüsüdür artıq. Sənin işin həmin o prosesi düzgündürsə, doğrudursa, əsaslandırırsan və doğru deyilsə, yenə əsaslandırırsan, üst rəhbərə təqdim edirsən ki, bax, bu təşəbbüsləri araşdırma elədim, belə elədim. Düşünürəm ki, bunu edə bilərik və yaxud düşünürəm ki, bunu etməyə bilərik. Okay? Ona görə gələndə marketinq dediyim məsələ, hansısa bir qərarın verilməyi, sonda onsuz da bir nəfər qərar verir. Bu qaçılmazdır. Nəyə görə qaçılmazdır? Direktor da aparı təsisçiyə göstərir, middle seniora göstərir, senior direktora göstərir. Bax, olmalıdır məsələsi nədir? Şirkət, atıram da hansısa bir şirkət milyonlarla dövriyyəni il ərzində edir. Və bu milyonlarla dövriyyəyə cavabdeh olan müxtəlif səviyyələrdə insanlar var. Bunun hamısı 100%'dir. Kimsə 100%'in hamısını götürə bilməz üstünə. Misal üçün, yaxşı rəhbər hər şeyi bilmək zorunda deyil. Yaxşı rəhbər hər şeyi, yəni öz sahəsi üzrə hər şeyi bilən insanları işə götürməlidir ki, o onun işini düzgün görsün. Güvən qurulmalıdır peşəkara. Peşəkara güvən qurulmalıdır və peşəkar insan ümumi iş mühitini korlamamalıdır. Çünki hər bir halda yanan yekunda maaşlı işçi deyil. Yanan pulun yiyəsidir. Ona görə də yaxşı menecerin, yaxşı rəhbərin, yaxşı SEO-nun, yaxşı dizaynerin hamısı müştərək olaraq bir məqsəd üçün çalışmalıdır, əgər bir şirkətdə işləyirlərsə. Və bu nə olmalıdır? Bu olmalıdır ki, biz necə edək ki, şirkət daha çox satsın, şirkət daha çox qazansın ki, biz dəyərləndirilək. Biz dəyərləndirilmiriksə, onda uca problemdir. Tamam, indi bilsən necədir? O dəyərləndirmə məsələsini toxunsan da, mən həmişə düşünürəm ki, hər hansı bir peşəkarsa bir şəxs öz işini görməlidir bu ilk növbədə. Peşəkar ona görədir ki, öz işini görməlidir. Öz işini görməlidir və öz işini yaxşı görməlidir. Amma dəyərləndirmə məsələsinə qalanda deyir, Samuel Lush deyir, ответ это похваль человека da. Yəni insanı tərif istər-istəməz. Yəni mən düzdür, həmişə deyirəm, yəni səni tərifləmək üçün işə getmirsən. Sən öz işini görmək üçün gedirsən. Amma bəzən elə bir nüanslar olmalıdırmı ki, məsələn, gəlsin səni pahval eləsinlər ki, bax hal aldı və s. Bunu nə ilə etməlidirlər? Sadəcə sən yaxşı oğlansanmı deyə belə əl vurmalıdır çiyninəmi, yoxsa Dubaya göndərməlidirmi bir həftəlik istirahətə? Yoxsa misal şirkət ümumiyyətlə bazarda endirimlər Dubayını yeyib çıxamıyorsunuz. Rüç oldu ya bu arada. Qapı döyəcəkdir.
belə deyim də, yəni mütləq qaydada dəyərləndirmə sistemi düzgün qurulmalıdır. Yəni o KPI deyirlər, KPI deyirlər. Ya üzr istəyirəm. Çünki bir də bunu açdım. Bunu aça bilərsən. Yəni mən energetik o qədər Baxsan ya, baxıram o açmaq istəyir onu. Mən deyirəm, Tam da elə bir kameraya baxsın. Fulun qüvvəti Pulun ondan. gücü. Nə qədər o çörəyi yemiş, elə deməli. Ya eynən. Mən həmişə demişəm ki, çalışdığın müəssisədə əlindən gələni etməlisən ki, daha yaxşı olsun. Peşəkarsan da yəni. Ən yaxşısı olmalıdır. Yəni mən düşünmürəm ki, məsələn, aha gəldim, okey, 9-dan 5-6 iş saatı var öz yerində. İşi görmək saatı da var öz yerində, amma oturub sən daim yeni bir inkişaf edəndə, yəni yeni nə edə bilərəm. Və mən məsəl üçün düşünürəm ki, deyirəm ki, Fulun ən hansı bir markasını yaratmışam və deyirəm ki, maaş alırıq da, okey, normaldır. Amma gəl biraz da yeniləyək. Nəsə əlavələr eləyək. Daha aktiv. İlk növbədə bu özün üçündür. Sənin şəxsi portfolyondur, şəxsi markandır. Sənin özünün bazar dəyəri qalır. Bəli, bazar dəyərində bu sənin qiymətindir və bu gün müəssisədəsən, sabah başqa bir yerdəsən, bu sənin üçün müsbətdir. İkincisi, şirkət üçün yaxşıdır. Niyə? Çünki şirkətin işi yaxşı olduğu zaman sənin o komfort zona deyilən bir şey var da, həmin komfort zonada rahat şəkildə maaşını alırsan, istədiyin kimi rahat gəlib gedə bilirsən. Artıq sən orada bir relax bir şəxs olmuşsan da. Yəni gəldim, işimi gördüm. Bomba, üstəgəl də əlavə layihələr verdim. Bu da super və bu inkişafı da sən insan özündən asılıdır. Bir də var ki, adam var ki, onun marağında deyil. Amma bir şey deyim, inkişaf mühitində yaratmaq lazımdır əslində. Yox, Məhəmməd. İnkişaf mühitini sən kim yaradacaq? Bəzən adam deyir ki, bunu edə biləcək adam yoxdur burada. Yox, inkişaf mühitini səndən yaradacaq. asılıdır. Səndən. Sən eləməlisən onu. Bilirsən niyə sən eləməlisən? Bax, gör nə deyirəm. Əgər biz bir gün gözləyəcəksə, mənim rəhbərim və yaxud da direktorum və yaxud da CEO-m hər hansısa bir addımlar atsın mənim üçün ki, mən o inkişafını edim, o biraz qəliz olacaq. De, niyə? Çünki sənin bir çox yerli şirkətlərdə həmən o şeyə sahib deyirlər. Bax, onlar da hərəsi bir... Bəzi şirkətlərimiz var ki, məsələn, belə bir şeydir. Bəzi şirkətlərimiz var ki, bir dizayner 4 dənə brendə baxır. 4 dənə fərqli klassifikasiyada, yəni fərqli sektorda olan brendlər. Bizim də yəni mənim də təcrübəmdə elə olub ki, mən bir zavodun bütün portfelinə baxmışam. İndi isə o zavodun amma zavodun brendləri çoxdur axı. O isə yeyinti sektoru. İndi məsəl üçün fərqli 4 dənə brend menecer var, trade marketing manager var və s. Amma halbuki vaxtilə sən tək onu edə bilərsən. O inkişaf, Məhəmməd, sən dediyinə gəlir, amma o sən dediyin olmasa özündə, sən heç vaxt inkişaf edə bilməzsən. Mən oturum gözləyim, bax, gör nə deyirəm. Türklərin sözü var, deyir, görəvi vermirlər, görəvi alırlar deyirlər də. Yəni, sən nəyisə etməlisən ki, göstərəsən ki, etdin bunu və tələb etməlisən. Bir dəfə mən, bilirsən də, biz neçə il bir yerdə işləmişik və həmişə belə bir nüans yaradırlar. Mən ümumiyyətlə qablaşdırma hazırlayanda heç vaxt 3-4 formada etmirəm. Bir qablaşdırma edirəm və onu maksimum mükəmməlliyə gətirib çıxardırdım ki, daha bir super olsun. Bu ilk növbədə dizaynerin öz güvənidir, özünün perspektividir, ya işin mükəmməl bilməsinə gətirib çıxardır. Normalda belə düşünürəm amma mən. Layihə rəhbərləri deyə bilər ki, yox, sən mənə 3 variant verməlisən, onu mən o birisi müdirə göstərməliyim, o da 3 dənəsindən seçim etməlidir. Ondan sonra da bundan bir remix, bu yerli bazarda bütün hər yerdə belədir. Yəni bu qaçılmazdır. Amma mən nə inirdim? Tək yerli bazar deyil, o məncə beynəlxalqda da var elə bir şey. Yox, baxır, o ödənişdən asılıdır. Deməli, Polşada bir dizaynerlə yoldaşlığımız var. Ona yazdım ki, bəs belə bir şey deyir, yox, bax. Əgər bir işin qiyməti deyəlim ki, 3000 manatdırsa, məsələn, o adam məndən 5 variant tələb edəndə deyir ki, mənə 5 fərqli variantlar elə. Mən ona artıq 3000 manat yox, 5000 manat deyirəm. Çünki mənim o 5 dənə ayıracağım vaxta görə pulumu hesablayıb deyirəm. Bu məsələ də var. Biz indi şirkət adı çəkmirik, marka adı çəkmirik və s. O onda biraz insanlara da şey gələ bilər də, yəni. Deyə də bilərik, fərq yox. Yəni Avropanın ən belə deyək də, Instagramda da səhifələri var. Avropanın belə deyək, nominasiya alan packaging studiyalarından birindən karyeramın hansısa bir hissəsində bir yüngül işbirliyi olub. Və o brendin kompozit belə deyək də, qablaşmanın ümumi kompozisiyası və s. və ilaxır həmin o studiya tərəfindən təqdim olunub. Yerlidə də dizayner, in-house dizayner tərəfindən adaptasiya olunub. Və o dizayn hal-hazırda rəflərdə görə bilərsiniz onu. Nəyə gətirəm sözümü? Yəni biz onlarla işləyəndə, yəni kontaktı quran mən idim, həmin dövrdə brand manager idim, kontakt quran mən idim və danışırdım. Və adamlarla müəyyən bir müqavilə bağlanmışdı və müqavilənin də dəyəri
həmin dövr üçün belə kifayət qədər böyük idi. Ya burada milyon, yarım milyondan. Yox, o boyda yox, ona yox. Yəni mən bir qablaşmanı ceyhunla işləmişik, onun dəyərini hardasa bazar dəyərini bilirik. O məntiqlə deyirəm. Yəni artığını. Yəni 10 dəfələrlə dəyərində idi. Yəni evroda idi ona görə də. İndi manat, inflyasiya, hamısı nəzərə alıb amma mən bunu. 10 il əvvəl bir şey eləmir də. Yəni sözümlə deyirəm ki, adamların qiyməti net idi də. Yəni mən beynəlxalq agentliyəm, belə deyək, studiyayam. Mən bu qiymətə işləyirəm. İstəyirsən, işlədik, götürdük. Adamlar çoxlu həllər verirdilər. Sən brief vermişdin ki, bu sözsüz ki, atıram 10 il bundan qabaqki Novruzun təcrübəsinə indiki eyni deyil və onun verdiyi brief indiki Novruzun briefi ilə eyni deyildi. Sözsüz də yəni mən də yəni həmin o briefi dolğun yazmamışdım, doğru düzgün. Amma işlədikcə adamlar bizə həllər verirdilər. Nəyə gətirəm sözümü? Yəni belə bir şeylər mümkündür. Öncədən razılaşdıranda sən gərək deməlisən ki, mən sənə bir əsas həll atıram. Onun bazasında atıram şərtidə 2-3 dənə bənzər stilistikada nəsə verirəm. Kökdən 2 fərqli şey istəyirsənsə məndən, sənin briefin əsasında. Bunun qiyməti budur. Kökdən 2 fərqli şey istəyirsən. Amma çünki dizayn stili var da, mən bir brief verirəm sənə, sən bunun əsasında bir dizayn stili yaradırsan. Sənin emal mexanizmin, emal aparatın, oradan yaradıcı adamsan da, oradan 4-dən 5 dənə şey çıxarda bilərsən. Stil olaraq, dizayn stili olaraq. Deyirsən, tamam, mən sənə bu brief əsasında bir dizayn stilində həll verəcəm. Bəs dediyim büdcə məsələsidir. Gətirəm də. Bir dizayn stilində həll verəcəm, qiyməti budur. Orasını düzəlt, burasını düzəlt, şrifti böyüt, yazını artır, nəminə. Bu stildən kənarlaşma deyil, mənə görə. Bir də var ki, sən orada üçbucaqlar bazasında əsasən şərti qurduğun bir dizaynı, mən sən deyirəm ki, artıq keç dairələrlə qur. O, uca kardinal dəyişiklikdir. Bu, uca əlavə puldur. Ona görə öncədən danışmaq lazımdır. Ki, anlaşılmazlıq olmaz. Büdcə məsələsindən gəlir. Büdcə deyəndə də, büdcəyə gələndə də bazarın bir reallığı var. Ümumiyyətlə, iş olsun, insan olsun, fərqi yoxdur. Keyfiyyətli bir iş ortaya gəlməsi üçün xərc çəkilməlidir. Xərc çəkilməlidir. Necə ki, dünya bu təcrübəni keçib, bizdə də indi artıq o təcrübə olur, müşahidədə olunub dəfələrlə, satış bir yerə qədər dirənir. Mən özümə indi gətirəm. Satış bir yerə qədər dirənir, o, sən deyəsən Məhəmməd, yəni, nəsə elə, 2 günə nəsə elə. Dönürlər marketinqə tərəf, satış dirəndi. Neyniyək? Buna qədər marketinq sadəcə gedib gəlirdi, atıram da şərti. Bazarda bir çox marketing meneceri elə daha. Yəni, o qədər özlərini cılızlaşdırıblar ki, söz demək hüququ yoxdur, söz deyə bilmir. Kimsə indi maaş itirməkdən qorxur, kimsə özgüvəni aşağıdır. Amma sən bir işə fayda vermək istəyirsənsə, sənin sözün eşidilməlidir. Sustuqca adam bağlı. Sözün eşidilməlidir. Çünki sən də bu şirkət sən də bu şirkət üçün çalışırsan, mən də bu şirkət çalışıram. Məqsədimiz bu şirkəti irəli aparmaqdır. Sənin müəyyən biliklərin var, mənim müəyyən biliklərim var. Birləşdirmək lazımdır. Gəldi, dirəndi, bıçaq sümüyyə dirəndi, deyirsən ki, marketing, nəsə həll verin. Həlli, gecdir, sənə nəsə həll verilməsin. Həlli verməklə deyir ki, marketing həll verə bilmir. Marketing də dönür dizaynerə tərəf, deyir ki, neyə, 2-3 günümüz var, neyə? O da deyir ki, rəhmətliyin nəvəsi. Bu olacaqdır. Dirənənə qədər dinən. Sən bilirsən, sən gedirsən, gəlirsən, marketing meneceri nəsə deyirsən, qarşı tərəf deyir, yox, satış var da, satışımız yaxşıdır. Dünya hər yerində belədir. Satış yaxşı gedəndə heç kimin işi yoxdur. Satış əladır, super. Tamam da bu. O şey də bilsə nədir? O vaxtda şey deyir, Kvində deyir, aynı satır deyir ermənilərin boyuna, o qonşu fövqəlar bunların boyuna atır, onun boyuna, aynı istəyir ermənilərin boyuna. Burada da sonda nə pox olur, axırda kim boynuna? Dizayner. Əgər qablaşma teması qablaşma teması deyilsə, marketing deyiblər. Yox, qablaşmadırsa olacaq. Demişdi ki, dizayner yaxşı olsaydı satış gedərdi. Onda demişdim ki, dəyərləndirmə mövzusu var idi orada bir dənə. Dəyərləndirməni biz mövzudan keçdik, dəyərləndirmə qaldı. Yəni şirkətlərdə, yəni bazarda bildiyimiz bir çox şirkətdə, o Dubai mövzusu oldu, bizə dedik. Şirkətlərdə doğru düzgün dəyərləndirmə olan yerlər var. Amma orada bir sistem işləyir deyə
işi götürən bəlli müəyyən adamlardır. Yəni mənim niyyətim olsa, mən o boyda staf saxlamaram. Çünki işi görən bəlli insanlardır. Başa düşdün nə demək Buna istəyirəm? qulaq asmayın sonra bir çox sakın şey nələr olur. Yox, Olsa zaten iqtisadiyyat daraldıqca, Olsa yəni başlayın. sözümü nəyə gətirirəm? Yəni Fikirləşin ki, 7 nəfərlik marketinq qrupundan 2 nəfər qalıb. sözümü nəyə gətirirəm? Yəni marketinq menecer. Yəni mən nəyə görə marketinq deyirəm? Əslində mən marketinq menecer saymıram özümü. Kim sayırsın? Tanrı mı sayırsın? Ha, mən özümü brend adamı kimi. Brend adamı? Brand manager, product manager. Yəni daha çox belə görürəm. Çünki mən sənaye yerli sənayedə, qida sənayesində müxtəlifləşən, peşəkarlaşan adamam. Yəni mən ancaq marketinq deyə özümü algılamıram. Yəni mən sənaye adamıyam. Müəllim, yaxşı Brand bir dənə adamıyam. sual verim də. Bir dənə sənin adın sən sual ver. Bəlkə mən sual verim sənə. Yox, bir dəqiqə deyim də. Dəyərləndirmə deyildi, nə qaldı? Kimi adam deyir ki, məsələn, bunu edir. Yerli, məsələn, FMC-də, FMCG. yerlidə nə bir marka var düzənməli tanınan, nə bir məhsul var özünün güclü, orası burasını tanınan. Yaxşı, bax, indiyənə qədər bu mərhələyə gəlib sıxmısınızsa, hansı işi görmüsünüz ki, məsələn, deyirsiniz ki, mən məsələn, bunu edirəm, mən sənə... Yox, mən bilirəm ya, hansı işi görmüşük. Yox, başa düşdüm görə olsan, başa düşdüm. İndi qoy hamı bilsin. Nəyə gətirirəm? O bayaq sözü də sənə səhv dedim deyəsən, onu sonra... Nəyə Zarafat edirəm, gətirirəm? yığışdırmayın. Həmin o şirkətdə, bax şirkətdə, ailə, şirkət, ölkə, region, yer kürəsi və s. və s. Belə bax da, yəni pillələri qaldıra-qaldıra. Atalar Kişi, sözü. yox, evin kişisi qəşəng pul qazanır, gətirir evə. Atalar sözü oldu da bu. Heç gör, onu sorğulayan var. Hardan gətirir o pulu, necə gətirir, nə edir, Əsas o nə gəlir. işləyir? Əsas o pul gəlir. Gəlir. Düzdürmü? Biraz krantın ağzı bağlanan kimi Nə oldu? nə oldu? Nə oldu? Nə oldu? Hə. Azar xidmət. Yəni nəyə gətirəm sözümü? Yəni pul düşünək bunu nəsə bir fəaliyyət görülür, çöldə həmin o kişi tərəfindən fəaliyyət görülür, iş görülür və qarşılığında dəyərləndirmə olur. Dolayısıyla vaxtın satır, pul qazanır. Şirkətlər də deyək ki, məhsul satır, pul qazanır. Hökumətlər, dövlətlər, ölkələr də nə edir? Müəyyən bir iqtisadiyyat qurur ki, ixrac olsun və ölkəyə valyuta gəlsin. Allahın olsun, verdiyim sualdan elə bir dərinliklərə getdi ki, verdiyim sual yadımdan çıxdı. Qardaşım, çox getdi, nə o yana? Ya, gətirirəm, müəllim, gətirirəm. Demirsən, beynəlxalq marka söhbəti. Nə edirsən? Yox, beynəlxalq hələm yerli markalar Gətirirəm, deyiləm. böyle Bundan əvvəlki qonağımız da Elşən idi. danışırıq. Dizayn cəmiyyətindəydi. Adam dedi ki, götürmək lazım. Avarsın ilk qurucusu mənəm. Dedim, ha, qardaş, alqış deyən adam ilk Avardın qurucusu olubdu. Qardaşım, siz nə eləmişsiniz? Yəni, çox getdiniz o yanlara da tuta bilmədim mən yəni. 10 ildən çoxdur bazardayım. Yox, onu bildim. Okey. Və bazarın ifadə Reklam edirəm. Nə deyirəm ki, 10 dənə markanın qurucusu mənəm. Yox, elə olmur. Mən elə olanı var axı. Ümumdaxili məhsul var, qardaş. Sən hansısa bir zavodun fəaliyyəti üçün iş görürsənsə, ki, o zavod işləsin, o xətt işləsin, o şirkət satsın, sən avtomatik olaraq ölkənin iqtisadiyyatına pay sahibi olursan. Yəni, ölkənin ümumdaxili məhsuluna qatqın olur. Bizim olur da, qardaşım onun. Gətirirəm də ora. Yəni, hansısa bir reklamı çəkdim, hansısa bir markanı buraxdım. Bu işin çox kiçik hissəsidir. Okey, Mamedovun... Bizim qüsümüzədir bu. Yox, gətirirəm nə, bax. Hansısa bir Mamedovun markasını bazara verdin, okey. Kimsə verdi, Novruz deyək ki, bir neçə yeni çeşidlər verdi, nə bilim, araq üçün filan şeylər elədi, süt üçün filan şey elədi, kalbasa da onu elədi, biskvit də bunu elədi, Odel markasını sıfırdan yaratdı, marketing komandasına bir də bazara təqdim elədi. Bu, yenirəm, işin çox kiçik hissəsidir. Nəyə gətirirəm? Yəni, mən çalışıram, şəkili bütöv görüm və yetişdirdiyim menecerlara da çalışıram ki, hansısa bir şirkətdə işləyəndə çalışın ki, şəkili bütöv görün. Menecerlərdə yetişdirirsiniz müəllim? Bəli. Brand manager yetişdirmişəm, trade marketing manager Əlaqə nömrəsini yetişdirmişəm. sonda qoyulaşdırırsınız. Nəyə gətirəm sözümü? Ceyhun, bax. Yəni, o çıxır ortaya kimsə. Mən filan şeyi etmişəm. Şeydə qardaş, sən tək bunu etməmsən. Sən bəyən bunu Sən sadəcə oradakı sərhəddən daşlardan gətirmirsən, logistikanı məşğul olmursan, sən bəyən xarici zavodla, yerli zavod satın alma işi görmüsən, sözümü nəyə gətirəm? Sən bəyən istehsal xəttində dayanan hansısa pultun başında olan həmin o texnik kimi bir dənə səhv eləsəydi, sənin malın bazara çıxmayacaq. Onu da sən eləmirsən. Maliyyə şöbəsində oturub, vurub, bölüb
maliyyə ayrılmasında sən eləmirsən, sən eləməmsən. Sənin olduğun qurumda Ona köməkçilər. Yo. Bax sözümü nə maliyyə buğaltır, orada ortada duran mühafizə də var, hansı payı var mal Mən başqa şey gətirirəm. Mən hansısa bir marka bazara çıxanda bu kollektiv işin nəticəsidir. Bu kollektiv işin nəticəsidir. Kimsə çönüb deyəndə ki, mən etdim. Bu yanlışdır mənə görə. Nəyə görə? Çünki sən tək edə bilməzsən axı bunu. Rifahı var orada. Təsəvvür elə hansısa bir böyük bir şirkətin rəhbəri, düzdürmü? Nə vaxtsa 5 dənə işçisi var idi, 5 milyon manatlıq satırdı. İndi onun 5 milyon işçisi var, daha böyük. Gördün? Qulaq aslan mənim karizmadan qardaşım olsun. Tək işləyir adam. Tək işləyir. O şirkəti vaxtı qurulanda... Elə yer var ki, xeyr, elə yer var ki, adam orada 15 nəfər var. Mən onu da görmüşüm. 15 nəfər girmişəm içəridə, maşallah, 15 nəfər fıy fırlanıb, 3 nəfər işləyib orada. O gətirəm də nəyə? Bax, sözümü nəyə gətirəm? Yəni, marka yaratmaq, misal üçün, Novruz olaraq, Rüstəm, düzdür, mən Novruz olaraq çox adam tanımır, Novak deyə tanıyırlar. Hansısa bir məhsulu bazara verdin, nə bilim, Lafarellan təzə çeşidini verdin, doymaqda rebranding elədin, nə bilim, unda filan şey elədin, nə bilim, Odeli elədin, nə bilim, Mamedovda filan, nəsə bu çox deyil, yəni mən unutmuşam. Və çönüb hər dəfə demək ki, bunu mən etdim. Tamam da qardaş, etdin də Allah canını sağ eləsin. Etdin və qarşılığında pul qazandın. Tamam. Missiya, ona görə deyirəm də, çox adam 9-6 deyə gedib gəlir. Qardaş, qatqın nədir? Nə dəyər yaradırsan? Və ona görə özgüvəni aşağı olur insanın. Yəni, bir menecerin, bir dizaynerin, bir hansısa bir səlahiyyətli və peşəkar kadrın işə qatqısı olmalıdır. Dəyər qatmalıdır. Və qarşılığında dəyərləndirilməlidir. Mütləq qaydada. Və deməlidir ki, bax, bunu mən sənə verdim, bunun dəyəri budur. Yox, mən sənə milyonlarla pul qazandıracağım, sən mənə bir ilin tamamında maaşımı artırmayırsan və yaxud da bonus verməyirsən. Axı mən görürəm, mən sənə milyonlarla pul qazandırıram. Həmin o dizayner olsun. Misal üçün, Ceyhun sən. Yeni bir layihə işlətdin, verdin bazara. Yeni bir layihə işlədin, verdin bazara. Düzdürmü? Şirkət ondan gözəl dövriyyə elədi. Düzdürmü? Başa düşən, bəli. Menecerdən bir yerdə işləmişsiniz nəyisə, menecer prosesi tam olaraq layihə idarə edib, gedib istehsalına, satın almasına, koordinasiya edib hər şeyi. Sənin işin koordinasiya elədiyi kimi, digər şöbənin işi də koordinasiya edib. Amma burada hamı işləyib. Başa düşün, nə demək istəyirəm? Şirkətdə, bax, şirkətdə və bazarda olan bir çox şirkət rəhbərləri, təsisçilər fərqli aparır özünü. Müəyyən bir qazanc artanda şirkətdə çalışır, onu aşağılarda da bölüşdürsün. Var belə kadrlar, var belə keyslər, yetəri qədərdir. Biraz desən, reportaj zaten var belə şey. Yəni, kifayət qədərdir. Sadəcə dedim ki, at çəkmirik və s. Məncə həmin insanların da... Yox, var, amma o qədərdir ki, gözə görünməyəcək. Bəli, gətirəm nəyə? Böyük əksəriyyət düşünür ki, yəni, tamam da etdin. Amma tamam da iddiağı komand elədi bunu. İstehsalatı, o biri, bu biri, marketingi, dizayn, hamısı elədi. Şirkət bugün 5 satırdı, bir ilin tamamında 15 satmaya başladı. Yəni, qatqı var da, qardaş. Yəni, nəyə gətirirəm sözümü? Maliyyə şöbəsi işin düz qurmasa, həmin o menecer gedib satın almanın qapısında dayananda ki, nə vaxt alırsan xam malı? Deyəcək, pulum yoxdur. Pulum yoxdur. Tamam da bu ümumi detallardır da artıq da. Yəni, mən sənə demək istəyirəm ki, sinergiya necə olur? Sinerji deyirlər. Biz səninlə hansısa bir layihəni bir yerdə işləyəndə. Nətər işləyirik? Davamlı kommunikasiyadayıq da, düzdürmü? Hansısa işi sən götürsən, hansı işi mən götürürəm. Davamlı, bəli, bir daim müzakirə edir. İkimiz ya elə bu. Şirkətlərdə yüzlərlə insan işləyir. Kommunikasiya qurulmalıdır. Bəli. Və kommunikasiya qurulmalıdır ki, maliyyə işin düz görməlidir. Peşəkarcasına ki, pul çatsın hər şeyə. Satın alma işin düzgün qurmalıdır ki, hansısa bir layihə bazara çıxmaq üçün müəyyən olunan tarixlərdən xamal gəlsin, ambara girsin. Brand menecer, layihə rəhbəri, marketing direktor, marketing prosesinə hardasa müəyyən bir o şöbələri əlaqələndirən vahid, biznes vahidi deyək, kommersiya vahidi deyək. O, iş elə qurmalıdır ki, bütün hər şey nizamlı işləsin. Çarx, saat kimi fikirləşdi hər şey. Şirkət də, ölkə də həmin şeydir. Gətirin beynəlxalq, niyə bizdən marka deyilsən məsələsi də.
Bax, ölkənin uzun dövrdə müəyyən bir resursdan asılılığı var. Hal-hazırda da var. Yəni biz bunu düşünürük ki, səncə yuxarıda müəyyən bir qərar verən şəxslər düşünmür ki, yəni necə edək ki, bunun asılılığımızı azaldaq? Məncə düşünürlər. Yəni bizim ağlımız kifayət edirsə bu düşünməyə, məncə bizim üstümüzdə bizi idarə edən insanların da ağlı düşünür də bunu. Yığırsın, onu kəsəriz. Yəni demək istəyirəm nə məsələdə? Yəni bax, ümumi bax da, yəni biz iqtisadiyyat tərəfdən Doğru, baxırıq, razıyam, sadəcə nüanslar çoxdur da. İqtisadiyyat tərəfdən baxırıq işə. Yəni ölkədə kifayət qədər yaxşı menecerlər var. Yaxşı menecerlər var. Bəs onlardan yararlanan var? Bəli, bəzi yerlərdə yararlanan, bəzi yerlərdə yaralanmırlar. Amma yaralanacaqlar. Çünki yenə deyirəm, Ceyhun, hər bir ölkənin istəyirsə rifah içində yaşasın, gələcəyi olsun, o mümkün qədər xarici resurslardan asıllığın azaltmalıdır. Xammal asıllığını, məhsul asıllığını, insan kadr asıllığını azaltmalıdır. Sabah sərhədlər bağlandı. Hey, finish. Get-gəl yoxdur ölkələrdə. Misal üçün şəhərdə get-gəl yoxdur da. Yəni nəsə oldu, beynəlxalq səviyyədə nəsə oldu, bağlandı sərhədlər. Nə edəcəyik? TikTokda dilənəcəm. Yəni sözümün canı nədir də? Yəni necə bu şeylər formalaşacaq hamısı? Kifayət qədər bizim özümüzü dolandırması kifayət qədər bizim özümüzü dolandırması kifayət qədər kənd təsərrüfatı məhsulumuz varmı, yoxmu? Bizim özümüzü dolandırması kifayət qədər sənaye məhsulu varmı, yoxmu? Bizim enerjimiz kifayət. Yəni yuxarı səviyyədə rəhbərlər, deyək ki, menecerlər dövlət səviyyəsində bunları düşünürlər. Orada hansısa bir beynəlxalq markamız var yoxsa yoxdur söhbət. Bəli, regiona kifayət qədər marka ixrac olunur. Region ölkələrinə. Daha aydın məsələdir də, Amerika, Avropa, yəni o biraz ixrac olunmaq məsələsinə biraz başqa cür baxmaq lazımdır. Yəni biz burada oturub, Ceyhun, sən, mən və hansısa və yaxud da digər hansısa qabiliyyətli Azərbaycan evladları, Azərbaycanlı balaları hansısa bir beynəlxalq səviyyədə görünən marka buraxa bilərlər. Yəni bu yerli markaların səhvidirmi? Yəni bunu edə bilmək? Gətirəm sözümü. Görüntü olaraq, içlik olaraq möhtəşəm. Amma məhsul gedib hansısa bir Gürcüstan bazarında rəqabət apara bilməyəcək. Səbəb? Niyə? Çünki xam mal olaraq bir çox hallarda içlik yaxşıdırsa xam malıdır bu. Qiymət məsələsi var. Yəni rəqabətə davamlılıq məsələsi qiymət üzərindən olur. Qiymət üzərindən. Rəqabətə davamlı məhsulu müəyyən edən əsas şey, kriteriya qiymətidir. Yəni sən gedirsən bu gün hansısa bir ölkəyə, ixrac potensialı olacaq ölkədə gedirsən ki, kataloqu göstərirsən. Adam səndən çıxır, bir bazara çıxır ki, həmin o rəflərə baxaq bir yerdə. Vurub bölürsən, görürsən ki, misal üçün, sənin məhsulun orada gedib hansısa bir Conun, hansısa bir Mehmetin, hansısa bir İvanın, hansısa bir Antonionun fərqi yoxdur da, məhsulundan rəqabət apara bilməyəcək. Çünki onun məhsulu orada atıram 1.5 evrodur, sənin məhsul gedib olacaq 1.7 evro. Bəli, bununla mən rastlaşdım. Birincisi ümumiyyətlə elə olmalıdır ki, iqtisadiyyat elə olmalıdır ki, sənin burada Novruzun, Ceyhunun, nə bilim, Məhəmmədin və qeyri digər bir insanların yaratdığı bir marka tək vizual görüntü yox ha. İşdi, möhtəşəmdir, dadlıdır. Hə də burada yəni satdıq. 10 milyonluq bazardır da satdıq, hamımız əla super. 2 ildən sonra bir nömrəlik bazardır. Və necə edək ki bu getsin xaricə? Bəyənirik də hamımız. Gedirsən arada görüşlərə, xarici görüşlərə, məhsulu daddırırsan, super, möhtəşəmdir dadınız. Əladır məhsul. Qablaşması da əladır. Neçə versən? Bəli, çünki mən başıma gəlib, çünki bu Rusiya bazarına məhsul istəmişdilər, yönləndirmək istədim. Adam axırda dedi ki, bax qardaşım, aya səndən 4 tronla, məsələn də, bunu bu qədərli məbləğ edir. Ben dedim, maliyyəni mən qoyacam, problem deyil. Buradan yerli bazardan almış elim. Haqq hesab elədim, buradan orası malı satana qədər, yəni 3 dəfə qiymət dəyişdi. Sonra dedim, get otur, dizayn işlərini gör, yəni başını qatdı. Ged işimi görsən, satış sənliyi deyil. Deməli, belə bir
bir şey deyəcəm. Məhəmməd, bir sual vermədin, hamısı da mən dedim. Mən də bayaqdan baxıram ki, sənə bir iki dənə sual Vallahi elə şirin-şirin danışırdınız ki, da girmək istəmədim araya, bölmək istəmədim ki. Vaxt da usur, mən belə başa düşürəm ki, vaxt gedir və bilsəm əslində sonlandırmaq istəməzdim, amma qlobal problemlər var. Hətta mən bayaq telefonda da baxırdım ki, bəzi suallarım qaldı, hansını verə bilmədim. Və Amma mən bir dənə sonluq sual verim də. Buyurun. Bu bazarda elə məhsullar var ki, dizayna görə satır. Ya bunu necə başa düşmək olar? Bax, gətirəm sözümü nəyə? Nəyə görə? Gözəl insan, nəyə gətirəm sözümü? Mən elə belədən vurğulamadım da. Yəni Yaponiyanı Yaponiya edən sıravi bir yaponu öz işini yaxşı görməkdir. Çini Çin edən sıravi bir Çinlinin fərqi yoxdur. Adam yəni maliyyəçi deyil. Sadəcə o anlayır ki, Çinin rifahı üçün mən işimi düz görməliyəm. Bizdə biraz bu problem var. Yəni insan üzərindən baxanda ki, yəni yola vermək deyək buna. Tamam da mənim indi 5 alıram. Mən 15 versə bunu eləyərəm. Okey də, yəni sənin indi 15 almağın səbəbi nədir? Bir onu fikirləş. Sən 15 almağı tələb edə bilmirsən. Və yaxud da sənin suallara cavab almaq çox çətindir. Kapasiten 15 manatlıq deyil. Misal üçün də dolayısıyla ona görə gətirirdim ki, bir dizayner bir işi işləyirsə, dizayner ümumiyyətlə işi şəkil çəkmək deyil. Dizaynerin işi həll verməkdir. Strateji həll vermək. Kommersiya təşkilatında işləyirsə, işi kommersiya fəaliyyətinin tonusda qalmağı, yəni şirkətə kassaya davamlı pul gəlməsi üçün verməlidir o həlləri. Müvafiq şöbə ilə, atıram, brand management bölməsi, marketing şöbəsi ilə birgə. Mütləq qaydada. Dizayner nəyəsə dizayn edəndə, satış şirkətində işləyirsə, hökmən satışı və biznesi fikirləşməlidir. Nəyə gətirirəm də? Yəni, mən bunu belə görürəm, bu gözəldir. Yox, mən bunu belə görürəm, olmur. Bəli. Bu satacaq, satmayacaq. Eynən, onu düşünmə. Dizayner, yəni ilkin mərhələdə onu düşünmə. Bu o gözəldir deyən ev olur sadəcə. Bəli. Ora qədər də. İkincisində bununla bağlı qəşəng post paylaşmaq. Ora qədər də. Onsuz da egodan bağlı bir şey. Ora qədər də menecerin dediyimiz, sifarişçinin dediyimiz fərq, sifarişçi tərəf, icraçı tərəf götürür. Sifarişçi tərəfin bütün fikirləri elə formalaşmalıdır ki, necə edək ki, görüntü olaraq bu satsın. Briefi, strategiyası, nəyəsə yazılır ki, fərqləndirmək üçün. Misal üçün, bir dənə case olacaq, onu mən deyərəm. Vaxtımız var da yəqin. Əsas mənim demək istədiyim. Nəyə gətirəm? Dizayn gözəldir. Dizayn satır. Elə ora gətirəcəm amma axırda. Amma içi o deyil. Gətirəcəm hər şeyi ora. Yəni o məqamda deyəcəm, başqa məqamda. Baxırsan ki, dizayn şəkil deyil. Yəni bütün sifarişçi tərəf hər şey doğru düzgün ötürməlidir ki, dizayner tərəfdə, yaradıcı tərəf, icraçı tərəf işi elə qursun ki, bir tamamlanma olsun və məhsul satsın. Okey. Baxır, gelir gəlik nəyə? Ümumiyyətlə, marketinqin 4 hissəyə bölsən, yəni bazada da, yəni bu, çox adam buna baxır ki, bu köhnə elmdir, köhnə bilikdir, köhnə bir şey yoxdur. Yeni bildiyimiz hər şey unudulmuş köhnələrdir, belə deyirlər də, bir rus dilində bir ifadə var, Azərbaycan necə səslənir, biraz qəribə gəldi. Yəni, həmin o 4 dənə P dediyim şey məhsuldur, qiymətdir, distribusiyasıdır və promotion, kommunikasiyasıdır. Düzdür, bizdə bazarda və ümumiyyətlə dünyada marketing deyəndə hamı elə bu markom deyişir qalır. Amma marketing bu 4-üdür. Marketing biznes alətidir. Və bu 4-ü də öz üzərə düşən işi düzgün görməlidir. Məhsul elə etməlidir ki, bu satsın. Qiymət elə hesablanmalıdır ki, bu satsın. Distribusiya tərəfi elə etməlidir ki, bu satsın. Promotion tərəfi elə etməlidir ki, bu satsın. Dolayısıyla kommersiya təşkilatında işləyirik. Və baxırsan ki, hansısa bir məqamda, misal üçün də o görüntüsü yoxdur, məhsul satır. Demək ki, qiyməti nəsə yaxşıdır. Amma görüntü var, məhsul satır, amma görüntüyə görə satır da. O deyil. Baxırsan ki, görüntü var. Vitrinə qoymaq üçün alır zamanı. O da nədir? Ümumiyyətlə, brand management dediyimiz şey Procter & Gamble-dan gəlib. Yəni, bir istiqamət olaraq. Orada da bir çox şey var, Procter-dən gələn bir çox şey. Onlardan da biri həqiqətin birinci anı deyirlər. First moment of truth. Yəni, brand managerin, dizayn komandasının məqsədi odur ki,
əgər satdığımız məhsul, düzəltdiyimiz məhsul rəfdə olacaqsa, bizim müəyyən bir 7 ya neçə saniyəmiz var ki, müştərinin diqqətini, alıcının Üç saniyədən altı saniyə alıcının arasında. diqqətini tutaq, Eyni. detekt etsin. O da nə ola bilər? 3 saniyə qaydası. O da nə ola bilər? Ya çox gözəl qablaşma olmalıdır. Belə gözəl deməyək, fərqlənən qablaşma olmalıdır. Fərqlənir. Ya xoş tərəf fərqlənəcək, ya pis tərəf fərqlənəcək. Misal üçün biz araqda o şeyi çox müşahidə eləmişdik də. Bir zamanlar arağı bütün rəngləri eyni idi. 3 aşağı 5 yuxarı rənglər bir-birinə bənzər. Bir dənə fərqli rəng bazara düşən kimi hamı onu gördü rəfdə və başladı almağa. Bəli. Müəyyən bir dövr ərzində o məhsul başladı satmağa. Və onun ardınca hamı görür ki, bu satıraq bu rəngdə. Gəl hamımız bu rəngdə eləyək. Və gördün ki, bir yerdən sonra bütün polka orqanik məhsul, mən ad çəkmədim də, bütün Yox, orqanik sözünə Yaşıl, bütün yaşıl rəf, o hamı yaddadır. kopyalayır. bütün rəf eyni rəngdədir. Və burada tərsdən gəlmək lazım. Burada da əksinə etmək lazım olacaq. Hər şey yaşıllaşanda sən gəlirsə qırmızı edəsən. Qırmızı olmayan. Necə ki vaxtilə yaşıl yox idi, yaşıl oldu. Yəni nəyə gətirirəm? Yəni bütün proses düzgün qurulanda səndə hansısa bir məhsul pis görünür, amma satır, sualı olmur. Məhsul ola bilər ki, qıt olaraq bir büdcə ilə ərsəyə gəlib, amma qiyməti elə yerdə, elə segmentə xitab edir ki, onun üçün məhsulun dizaynı və məhsulun içi o qədər fərq yaratmır. Eyni. Və o sadəcə qiymətinə baxır, Dəyişmək lazım. qiymətinə baxır, cibinə baxır, qiymətinə baxır və deyir ki, o 5 manatadır, bu 3 manatadır. Dönüb heç bunu içinə də baxmır, ha, bunun içində nə var, yoxdur. Düzdür, son dövrlərdə mütaliəsi, intellektual səviyyəsi yuxarı olan alıcıların sayı artmaqdadır. Elə olanda tələb artır. Yəni artıq baxır nə var içində, necə, sorğulayan müştəri belə deyək də artmaqdadır, amma böyük əksəriyyət O da çox baxmır. az sayda da, yəni. Böyük Çox əksəriyyət azdır. baxmır. Baxmır və bu da misal üçün də hansısa bir insanlara imkan yaradır ki, gəlib Ceyhunla, Məhəmmədlə hansısa bir fərqli bir dizaynı işləməsin. Satır da onsuz da. Onsa satır da niyə dəyişsin? Burada əsas məsələ satırdır. Satır da onsuz da. Və bazar bir yerdən sonra dirənəndən sonra, tək bizdə yox, dünyada da elədir. Bir yerdən sonra dirənəndən sonra sən arta bilmirsən. Artıq satır keçmir. Bir dənə sənə də məsləhət görürəm, sənə də Çobani yoğurt var. Onun təsdiqçisi Hamdi Ulukaya. Onun çıxışları çoxdur bu barədə. Ümumiyyətlə, o Çobani markası necə yaranıb? Uludağ zirvəsində bir çıxışı var, 40 dəqiqə, 50 dəqiqəlik bir şeydir səhv etmirəmsə. Çox möhtəşəm bir enerji ötürür insan və bütün prosesi anladır sənə. Və orada çox gözəl bir ifadə deyir. Deyir, biz ümumiyyətlə Çobani markası Amerikada ilk səhv etmirəmsə milyardı görən texnologiya şirkəti olmayan markadır. İlk milyardı sürətli şəkildə görən texnologiya olmayan markadır, səhv etmirəmsə Çobani yox, qatıqdır. Və Hamdi Ulukaya deyir ki, biz böyüdük, etdik, satırıq, böyürük, artırıq və bir yerdən sonra anladıq ki, bu iş satmaqla əlaqəli deyil, bu iş etməklə əlaqəlidir. Və biz geriyə gəldik. Bizdən başqa eləyən yox imiş. Yox, yəni satırıq da, amma tamam da hara qədər? Yəni bizim pump etməyimiz üçün, o kvantov skaçok deyirlər də, kvantov sıçrayışı etməyimiz üçün biz satmalı deyilik, biz etməliyik. Yəni satmaq nədir? Bu il 100 manatlıq satıram. Qorxmayın. Bu il 100 manatlıq satıram. Bir ildən sonra 110 manatlıq satıram. Sonra 130 olur, 140. Gələcək planı qurmaq lazım. Amma bu 100 500 olması üçün satmaqla əlaqəli deyil. Bu nə edim ki 100-500 olsun? Həmin o quantum leap deyirlər də, yəni kvant sıçrayışı olsun. Və o deyir ki, biz anladıq ki, bu iş satmaqla əlaqəli deyil, etməklə əlaqəlidir. Və nə etdik? Qayıtdıq fabrikaya, qapıları bağladıq, yeni məhsul üzərində işləməyə başladıq. Və uzun müddətdən sonra onu verdik bazara və gördük ki, sıçrayış baş verdi. Və həmin o sıçrayışların olması üçün sıradan məhsullar olmalı deyil. Yox, məncə də. Məhsulun içliyi olmalıdır, məhsulun dizayn tərəfi, hər məhsulun şey. dizayn olmalıdır, konsepti olmalıdır, strategiyası. Misal üçün də yeni ən son işlədiyim layihələrdən biri, ümumiyyətlə son 2 ildir, Ceyhun bilir, mən 9-6 heç bir şirkətlə işləmirəm, çalışıram, yeni bir çağırışdı mənim üçün, marka təmsilçisi, marka məsləhətçisi, konsultant kimi. Elə yer olur ki, ancaq danışırsan, elə yer olur ki, qolbu çırmaqda işləyirsən remote, problem deyil o, amma 9-6 heç yerdə işləmirəm.
Və ən son işlədiyim layihələrdən biri biskvit layihəsində biz oturduq, strategiyanı yazdıq, marketinq komandasından bir yerdə düşündük, nəyi necə edə bilərik, hara apara bilərik, ümumiyyətlə bu məhsul indi bazara çıxır və necə fərqlənə bilərik? Ümumiyyətlə, hansısa bir məhsul niyə fərqlənməlidir və necə fərqlənəcək? Onu düşünmək lazımdır. Yəni, sən bunu verdin, bu hamısında qırmızı xət var, məndə qırmızı xət yoxdur, mən fərqlənirəm. O deyil, konseptual fərqdən söz gedir. Konseptual fərqdən söz gedir. Yəni, Ceyhunla biz həmişə bu məsələdə tartışırıq ki, konsept nə düşünək? Çünki o da konsept düşünəndir, mən də konsept düşünən insan. Ümumiyyətlə, mənə görə doğru olan odur. Yəni, logo düşünmək yox, birinci konsept düşünməlidir. Konsept düşünəndən sonra artıq loqotip hansı şriftin olmalıdır, loqotip hansı hissədə olmalıdır, hansı rəng palitrası olmalıdır, hansı dizayn üslubu olmalıdır və s. və s. Hamısı çox yaxşı belə. Oradan ki, çaynik çay gətir. Hamısı çox yaxşı yola çıxır. Strategiya məncə dərindən yazılır. Elə ona gətirirəm ki, hər şey qaydasında gedir. O biskvit fabrikasının işində biz nə etdik? Bütün hər şeyi detalına qədər işlədik. Misal üçün, bazarda bizdən böyük və illərdir bazarda oturuşan iki böyük fabrika var. Və hamı onun məhsulunu alır. O Şəfqət abi, zaten sucuk satıyoruz. Yəni, biz də piçeyi satırıq, onlar da piçeyi satır. Niyə? Yəni, o da kişmiş vurur, sən də kişmiş vurursan. O da nə bilim, qurudulmuş süd vurur, süd vurur, qurudulmuş süd və ya tapliyonu süd, nəsə də indi aroma vurur, sən də vurursan. Yəni, hamı eyni şey eləyir. Sən nəyə də bilərsən ki, fərqlənsin? Oturub baş sındırdı ki, funksiyonal olaraq biz fərq yarada bilmərik. Çünki funksiyonal olaraq biz fərq yaratsaq, həmin məhsul o məhsullarla eyni qiymət segmentində rəqabət apara bilməyəcək və deyək, mas məhsul yox, daha çox niş məhsul dönəcək. Misal üçün də sən hansısa bir gluten-free piçeni eləsən, piçeni hansısa bir vitaminlər vursan, piçeni nə bilim nəsə eləsən, bu artıq həmin o mas bazardan dönəcək, olacaq niş bazarı. Və sən yox, amma sən mas bazara verməlisən və bazarın bir reallığı var. Hamı rus dilində yazır, hamı piçeni satır, qəriblər köhnədir, sən nə edə bilərsən? Biz oturub düşündük ki, bunun bir yana yolu var ki, biz hər bir halda strategiya elə formalaşmalıdır ki, biz fərqlənək. Nə etdik? Brend hekayəsi yaratdıq. Həmin o, bilirsən də hansı məhsullar? Brend hekayəsi yaratdıq. Real insan üzərindən kommunikasiya quruldu. Yəni, biz öyrəşmişik ki, hansısa bir məhsulun kommunikasiyası onun səhifəsi üzərindən qurulmalıdır. Hansısa bir məhsulun maskotu olacaqsa, ancaq tədbirdən tədbirə görünməlidir. Burada isə sırf brend şəxsləndi. Yəni, brend bir şəxsiyyət dilləri, brend şəxsiyyət. O formalaşdı. Marka kimi marka yəni. Brend olaraq şəxs oldu bu və brend elə bil ki, qablaşma danışmır, insan danışır brend adından. Və həmin o insanda ona bənzər illüstrasiyası birəbir demək olar ki, onun da hekayəsi biraz uzundur, vaxtımız da yoxdur. O, düz məhsulun üzərində var, həmin o insan. Və yaxşı, salıqçı günü həmən şəxs problem yaşasın, sizə nə tələb olacaq? Alyona kimi deyə bilərik. Getdi, adam bir ki, istəmirəm, silin mən siz sifət olmadan, o necə olacaq? Emosional tərəfin işin. Yəni, sən gördün ki, gətirəm ora, narahatım, heyecanlanma. Emosional tərəfin işin köklənməyə başladın ki, yəni biz funksiyonal olaraq fərqlənə bilmirik. Nə edək? Okey. Rus dilində sözlər yazdıq, amma latın qrafikası ilə. Və bizi dedilər ki, bunu niyə elə yazdınız? Misal üçün, orada yubiley sözü var. Onu düşünmüşdük. Biz yubileyi bizim y kimi yox, j kimi yazdıq. Nəyə görə? Çünki Şərqi Avropada Slavyanlar j kimi istifadə edir onu. Və biz düşündük ki, bu məhsul nə vaxtsa eksporta getməli olsa, bu Rus dilində olmalı deyil. Bu, Azərbaycan məhsuludur. Amma Rus piçeniya ənənəsi var. Sən oradan kommunikasiya ola bilərsən. Sabah Daniya piçeniyanın ələnəsi ola bilər. Biri gün, nə bilim, Türkiyə piçeniyası. Bəli, orada o söhbətdə eləmişdik. Yəni, müəyyən bir ənənələr üzərindən sən portfeli formalaşdıra bilirsən. Və bu strategiya uzun müddətdə olacaq. Sən artıq düşünməyəsən. Misal üçün da, mənim bugün şeyim yoxdur. İdeyam yoxdur, neyniyim? Sən artıq əvvəldən platform ilə qurursan ki, sənin sonsuza qədər kommunikasiya imkanı var. Sənin sonsuza qədər portfel inkişaf etdirmə imkanı var. Sənin sonsuza qədər hansısa bir istehsal xəttinə investisiya etmə imkanı var. Çünki ənənələr dəyişir. Mədəniyyətlər də hər mədəniyyətə uyğun sən hansısa bir piçeni formalaşdıra bilər. Startı necə götürdünsə, davamı da elə gəlir. Bəli, və qaydaq o məsələyə ki, insan nə edəcək? İnsan məsələsinə gələndə isə, bəli, dediyim kimi, satış artdıqca
iş böyüdükcə elə etmək lazımdır ki, işin üzərində işləyən adamlar həmin o insanla kommunikasiya quran insan davamlı olaraq layihədə qalsın. Biz belə eləyək də, bu mövzunun davamını edək. Amma bir nəfər də qoşaq bura. Bu bir dənə möhkəm qırğın 4 nəfər eləyək. Yox, mən kimi düşünən birisi olacaqsa, yəni tanıdığım biri olacaqsa qırğın düşməyəcək. Yox, ona deyirəm də, ona. Qırğın ancaq kimlə düşə Yimti bilər? sənayesindən var, bir dənə də avtomobil sənayesindən Qırğın var. ancaq harda düşə bilər? Qırğın ola bilər kimsə maliyyəsi gəlib burada oturar. Yerli istehsal şirkətin maliyyəsi. Özü də maliyyəsi tapmaq lazımdır. Elə vəziyyətdə qırğın olur. Yəni sözümü nəyə gətirim? Ümumiləşdirsək ələlxüsus strategiya öndə gəlməlidir. Yəni strategiya nə edirik, niyə edirik, necə fərqlənməliyik və s. və s. Bu da marketinq, brend tərəfinin borcudur. Ya in-house, ya konsultant, ya agentlik və cavabdeh kimsə varsa konsaltinq verirsə. Yəni biz nə edək ki, fərqlənək? Yol düzgün cızılandan sonra artıq dizayner düzgün brief veriləcək və yaxasından tuta biləcəksən. Sən bunu düzgün formulaş... Amma bu olan brend menecerlərin bu altında başınız boşdur, işləyəmirsiniz qardaşım. Yəni sözümə, yəni yol düzgün təyin olandan sonra həmin o dizayner, həmin o yaradıcı insanda baxır, o baxıb ilhamlanıb özü də əlavələr edə bilər ora. Vizual əlavələr edə bilər ki, sən dediyim kimi daha əvvəl podkastın əvvəlində vizual əlavələri edib və deyə sən heç o ağlıma gəlməyə bilər. O əlavə edib sənə göstərəcək. Zaten bizdə də olub dəfələrlə. Həmin o proyekti biz işləyəndə də, sonuncu biskit fabrikin proyektini işləyəndə də elə bir şey var idi. Yəni biz briefdə verdiyimiz kənar şeyi bizə illüstrator təqdim elədi, təklif elədi. Gördü ki, okey, əla, super. Elə bir ki, oturdu da o daş. Yəni onu məndən gəlməyib baxın. Mən sadəcə olaraq istiqaməti ona elə verdim ki, o insighti verə bilsin mənə. Burada da şərti olaraq Ceyhunla olsun. Yəni Ceyhun dediyi elə belə deyil. Yəni bazarda bir çox marketinq menecer, bir çox brend menecer özünü çox cılız görür və cılız görməyin səbəbi odur ki, özləri işləmirlər. Mütaliləri zəifdir. Və belə olan təqdirdə də səhv etməkdən qorxurlar. Yəni bir insan hərəkət edirsə, onu səhv etmə ehtimalı var və sən hərəkət etmədiyin təqdirdə səhv etməyəcəksən və inkişaf etməyəcəksən. Yəni bir hərəkət varsa, inkişaf varsa, orada səhv də olacaq. Səhvdən qorxmaq lazımdır. Hərəkət eləməmək o sırrı. Səhvdir. Və Ceyhunu da sıxan o məsələdir. Yəni Ceyhunu sifarişçisi və yaxud da işlədiyi brend menecer kimsə nəyisə gəlib onun istədiyi tezlikdə ona verməyəndə level o deyil. O da Baxırsan sən burdasan, o burada. Bunun altında axtarırsan. O da deyir ki, bir dəqiqə gözlə. Yəni sən bunu 3-dən eləmisən, mən bundan 73-dən eləmişəm. Çəki qıraqda dayan. Çəki qıraqda dayan. Bura qədər dediyim bəsdir. Mən baxım görüm nə fikirləşirəm sənin üçün. Eynən. Deməli sağollaşmaq vaxtıdır, mən belə düşünürəm. Məncə biz bir dəfə də görüşəcəyik. Bu partlayışda mən suallarım qaldı yarımçıq. Ürəyim partlayırdı, hansı son qıcıq moment suallar var idi. Onlar qaldı, bilmirəm. Görən görüşün yanında olmaq eləyək. Deməli, bundan əlavə olaraq da bu yaxınlarda şəxsən bir master klass verəcəyik. Deməli, bu master klassla bağlı bir çox sosial şəbəkələrdə posterlərimiz artıq hazırdır və hər birinizi həmən master klassa dəvət edirəm. Ümumi məlumatı Məhəmməd bəy sonra bir şərhlərdə bildirərik və proses necə baş verəcək onu deyəcək. Bu master klassda sırf qablaşdırmanın Gəlimdə məndə. O все, orada ekspert olaraq mən də gəlir. Oradan 2 çaynik də say gətir. Mən də gəlir. Problem deyil. Master klass demişəm. Çünki bu master klassda əsas məqsəd qablaşdırmanın əsas prinsipləri və bir çox dizaynerlərin problemi sırf adi halda, adi yolla getməklərini dayandırıb bu qablaşdırma üzrə peşəkar bir şəxs olmanıza dəvət edəcəm. Çox maraqlı mövzulara toxunacaq. Necə qablaşdırma dizaynerləri yox, elə menecerlərə dəvət elə. Orada menecerlər də, orada menecer olsa mən bilirəm ki, bir danışarıq, hamımız danışarıq. Qladiatorlar da olmalıdır ki, gəlməyin. Sizinlə sağollaşırıq. Mövzumuz əslində biraz natamam oldu, mən belə başa düşürəm, amma mövzu çox maraqlı idi və çox böyük mövzudur. Və belə bir mövzunun danışdıqca qulaq asırsan və mən Novruzdan da eynən bir çox şeyləri proses zamanı, iş zamanı öyrəndiyim üçün və hər dəfə mənə ləzzət edir bu müzakirələr etmək və təsəvvür edin ki, siz bunu
burada dinləyirsiniz, amma mən bu şəxslə bir yerdə işləmişəm və bu özü bir uğurdur və bəzi şeyləri bilməliyəm. Yaman qaz verirsən. Hə, niyə? Yox, bilirsən nədir? Bu Olan demək lazım. Başıboş insanları sevmirəm mən. Doğrudan sevmirəm. Mən o həyat tərzim budur. Necə sevmirəm? Yox, bu hamı alim ola bilməz. Amma elə şəxslər var ki, sən demiş, əlində 3 dənə şey etməyib, amma özünü pafosla elə göstərir ki, deyir, ya mən ilahi qüvvəyəm, gəlmişəm, mesiyəyəm, gəlmişəm yanınızın. Ya adam gedişində otur, gedər çəkir. Bir dənə reklam çəkir, deyir ki, mən marketing menecerəm. Reklama Əslində gedir. o şeyə oxşur, o taksidə getsənə deyir, mən əvvəl milyonçu idim və s. indi prosta işlətirəm. Mən əvvəl layihə rəhbəri idim, çıxartdılar. İndi bunun kimidir? Yoldaşlar, master klassımıza gəlməyi unutmayın. Qeydiyyatı bu yaxınlarda LinkedIn-də və yaxud da bir çox sosial şəbəkələrdə əsas platforma LinkedIn-ə nəzərdə tutmuşam. Paylaşılacaq. Master klassımızda maraqlı qonaqlarımız da olacaq. Çox tanınmış marka sahibləri də olacaqdır və hər yerlər limitlidir. Nəzərə alın. Maksimum 30 nəfər düşünülüb, amma ortalama 20-dən Amma 50 də ola bilər. Yox, istəmirik olsun. Çünki limitli olması 100, 200, 300. onu 30-dan başlayaq, sonra 100-ü 20-30 nəfər istəyirəm ki, sırf onlar elə bir prosesi görsünlər ki, elə bir master klass qazansınlar ki, onlar dəyərlənsinlər bundan. Yəni, okey, gəldim, vaxtımı öldürdüm, çıxaq gedək deyil. Yəni, ondan yararlana bilsinlər. Sağ olun, var olun, növbəti Görüşlərə dəyək. Mən bu günləri bez zvuka atmışam. Mən məsələn yordun əslində. Mən bu həftə o qədər danışmışam ki. Məhəmmədin çıxışları olubdu bu yaxınlarda, deyim ki, çox maraqlı mövzular. 8 milyon, yox, 7 dənə videonu çəkmişik. Çox maraqlı mövzulara toxunub özdə. O mövzulardan yararlanır. Çox danışmışam deyənə bu həftə. Ona görə bir balaca elə bil ki, içərdən nəsə qoymur. Biraz bir Ceyhunla elə bir oturmuş harfi söhbət edirik. Mən də arada baxıram, Noruz baxır mənə. Deyirəm ki, biraz da ora bax da, biraz da ora bax. Mən də sokum edirəm. Nəsə desin. Məhəmməd, çox sağ ol dəvətiniz üçün. Ceyhun, çox sağ ol. Həqiqətən zövq aldım. Düşünürəm, indi limiti biraz aşdıq, amma faydalaşmışıq düşünürəm. İranla mı bağlı? Yox, qapıdadılar. Sağ olun. Sağ olun, hələlik.